nuraniyyət hiss eləsən, bil ki, səbirdir. Yoxsa zəlil olmusan, indi yaxud da hələ güya dözürsən, ağrı acı içindəsən, zəhrimara çevrilib halın, onda mütləq nəfs qisas alacaq. Nə biləsən ki, səbr eləyirsən, yoxsa daha böyük bir həmləyə hazırlaşırsan, onun bir meyarı var. Sən dözən vaxtı nuraniyyət hiss eləsən, ləzzət alsan, keyf eləsən, zövq alsan, səbrindən bil düz səbirdir. Bax, sadə, yəni meyar sadədir. Səbrin nurunu görəcəksən, düz səbirdirsə bu. Düz səbir üçün də gərək adam otursun, düşünsün ki, kimdir tərəfin Allahdır, bu xırda məsələdir, oyla kontaktda olsun, oyla diyalogda olsun. Bax, o dediyim dünənki ayələr vardı, onları yadına salsın ki, bunlar hamısı oyundur, Allah məni əzizləyir, mükafat vermək istəyir. Diqqət o adama yox, yönəlsin sahibinə, oyla müamilə eləsin və desin, nə yaxşı bu oldu, mənim üçün sən bunu hazırlamısan, mənə hədiyyə verəsən. Bəli, səbr elədikcə keyf eləsin. Keyf varsa səbirdə, deməli düzdür. Səbirdə acılıq varsa, qanqaraçılıq varsa, o səbir deyil. Bax, sadədir, meyar sadədir. Nə vaxt gördünüz ki, səbr eləməyin nəticəsində qanınız qaradır, o zaman bilin ki, nəfs plan cızır. İndi yox, olur ya, adam dostdan 10 dəfə güya səbr eləyir, 15 dəfə. Sonra deyir, əşi, bəsdir də yığdım sənin önünə, partlayır, nə partlayır? Bu səbir deyil, əvvəldən səbir deyildir. Allahla müamilə eləyən belə eləməz. Yenə deyirəm, birini cəzalandırmaq da istəsən, Allah istəyəni budursa, halın dəyişməsin gərək. Kimsən əsas verib ki, bura əsəbləşmək lazım deyil. Reaksiya, adekvat ölçüb biçərsən ki, bunu tənbih eləmək üçün mən gərək buna biraz sərt söz deyim, amma bu sənin halva təsir eləməməlidir. Mən idealdan danışıram və ideala gedən yol haqqında da danışacaq inşallah, qismət olsa. İdeal deyəndə ki, yəni normadır, norma, ideal deyil, norma. Norma belədir. Normadan danışıram. Səbrin meyarı budur. Səbrin meyarı sevinç, şadlıq və ləzzətdir. Hər hansı bir yerdə dözəndə sənə ləzzət gəldisə, sevinç gəldisə, bil ki, sən səbr elədin. Yoxsa nəsə başqa şeydir, adını səbir qoyma. Qanun buna baxmır. Qanunun işi bu deyil. Qanun deyir ki, səbr eləməyib cinayət eləmə, mənim ki, bura qədərdir. Cinayət eləmək olmaz, cinayət eləsin, cəzalandıracam səni. Başqa şeyin mənə dəxli yoxdur. Din deyir ki, yox, bunun içində düz həll elə. Düz həll elə, inkişaf elə. Səbr eləyirəmsə, depressiyaya düşürəm, sıxıntıya düşürəmsə, bu səbir deyil. Bu səbir deyil. Səbir çox gözəldir, gözəl. Səbrin adı, sinonimi gözəldir. Səbir bərabərdir gözəlliyə, səbir bərabərdir ləzzətə. Necə deyirəm, hər şeyin bir xüsusiyyəti yoxdur. Bunun xüsusiyyəti gözəlliyidir. Yəni, əgər gözəl deyilsin, nədirsə adını səbir qoyma, o pis şeydir. Dözmək gözəl deyilsə sənin üçün, dözmək zövq vermirsə, ləzzət vermirsə, şad eləmirsə, onda nəsə başqa şeydir. Adını səbir qoyma. Səbrin gözəlliyini adam hiss eləyir. Yenə də Ramazan ayı bizim dadımıza çatır. Yaxşı oldu, bu il Ramazan ayından misal çəkdi. Necə Ramazan ayında hiss eləyirsən gözəlliyi, ləzzəti? Elə bilirsən, ağaclar sənə salam verir, elə bir... İndi danışanda da elə bir Ramazan ayının fəzası gəlir. Görürsən ki, başqa bir haldır da gözəldir, ləzzətlidir. O səbrin ləzzətidir. Bax, həmişə səbir belə ləzzət eləməlidir adama. Ölçü budur. Yoxsa səbir dişiyi qıza, qanun qaralsın, keçdim sənin üçün, bu səbir olmadı. Bunun mütləq bir fəsadı var. Hətta görsən, orucu üzürlü səbəbdən tutmayan möminlər var ki, deyir ki, o kefdə sizə o ləzzət yoxdur da. Düzdür, Allah mənə deyib ki, orucu poz. Amma o səbrin ləzzətini ki, siz dadırsınız, onu mən hiss eləmirəm.
Səbrin ölçüsü ləzzətdir. Quran ayəsini dünənkinə qaydıran və mə yuləqqaha illa zu hazzin adim. Deyir ki, bunu ancaq bu ləzzəti səbirlilər dada bilir. Səbirlə ləzzət dadılır. Mən dünən çox geniş danışdım. Mən dünən bunu danışdım ki, insan adlı varlıq ləzzət üçün yaranıb. Bu ləzzət iki mərhələlidir. Qulaq asın buna. İnsan nə üçün yaranıb? Ləzzət almaq üçün. Aydındır. Başqa səbəb, əsas səbəb budur. İbadət filan hamısı bunun üçündür. Yəni insan, Allah ləzzət mənbəyidir. Feyz mənbəyidir. Bir məxluq yaradıb ki, ona ləzzət versin. İnsan yaranıb ki, ləzzət alsın. Ləzzət bölünür iki mərhələyə. Dünyada alınan ləzzət, axirətdə alınan ləzzət. Dünyada alınan ləzzət nə iləndir? Səbirlə. Bundan aydın nə deyim? Dünyada alınan ləzzət səbirləndir. Dünya səbrin ləzzətini almağa gəlmişik. Çevrilir axirətdə cənnətin ləzzətini. Orada artıq səbrə ehtiyac olmur. Bu həmin dünyada səbirdən aldığın ləzzət pərdə arxası cənnətdir. İnsan ləzzət üçün yaranıbsa, ləzzət səbrin ləzzətidir, başqa heç nəyin. Səbrin ləzzəti necə? Dünən biraz dedik, biraz da digəri gələcəkdir. İnsanın səbirdən başqa ləzzət mənbəyi yoxdur. Başqa heç bir mənbəyi yoxdur. Səbirdirsə nur çıxardır, səfa çıxardır və insan keyf eləyir. İnsan dözürsə, amma ləzzət yoxdursa təhlükəli haldır. Nəsə düz deyil. Pis bir haldır. Deməli, nəfs içəridə deyir ki, varam sizin üçün, xaricdə olan adam, xaric yəni məndən xaricdə, mənə əhatə edənlər, varam sizin üçün. Allaha da deyir, varam sənin üçün. Bu demək, səbirsizlik, ya səhv dözmək, ya da dözməmək mənası budur ki, varam bir gün sənin üçün. Dözümsüzlük neynir? Dözümsüzlük zülməti inkişaf elətdirir, üzə çıxardır. Pis reaksiya ki versən problemlərə, bu nədir filan, çox böyük bir bəladır. Çox böyük bir bəladır. Sənin problem, bir dənə düstur deyim, problem halını xarab elədirsə, deməli sən düz səbir eləmirsən. Sənin halın yaxşı qalmalıdır, başa düşürsən? Sənin halını heç bir xarici faktor xarab eləməməlidir. Qəmlər də olar, İmam Hüseyn qəmi kimi, kiminsə məzlumun bir qəmi kimi, onlar da şirin qəmdir, acı qəmlə danışıram, acı qəm. Acı qəm, heç bir hadisə sənə acı qəm verməməlidir. Adamın dərdinə bax, qulaq az. Adamın dərdinə bax. Biri mənə narahat eləyib. Dünyada da narahat oluram, qiyamətdə də cəhənnəmə gedirəm. Dərdə bax. Əgər hansısa problem səni gözəlləşdirdisə səbirdir. Problem səni gözəlləşdirmirsə, nurani eləmirsə, səbr eləmirsən sən, baxmayaraq ki, zahirən səbr eləyirsən, özünü aldatma. Hansı problem məni dünyada narahat edirsə, mən dünyada narahat yaşayacağım və qiyamətdə də əzab çəkəcəm. Allah deyir ki, olmaz sən narahat olasan. Mən səni keyf üçün yaratmışam, niyə narahatsan? Və hadisələr axı mənə acı verir, o acını şirinə çevirən səbirdir. Zəhmət çək, elə qarşılaç ki, ondan ləzzət alasan. Acılığını səbirlə şirinliyə çevir. Deyir ki, dünyada da şad ol, axirətdə də. Problemlər, xoşa gəlməz hallar səni ən uca zirvəyə qaldırmaq üçündür. Ən uca məqama çatdırmaq üçündür. Yenə deyirəm, çünki gördüm sosial şəbəkələrdə. Deyir, bu səbirdən danışır ki, yəni müti nəsə eləmək istəyir cəmaatı. 100 dəfə burada deyirəm ki, mən başqa söz deyirəm. Bu söhbəti əvvəldən axıra. Biri bir cümlə yazır, filan kəs deyib ki, səbir filan deyir, onsuz da elə dərdimiz çoxdur, bu da buradan bizi... Başqa şey deyirəm mən.
başqa şey deyirəm. Problemlərin həllinə çalış, problemlərin həlli vacibdir, boynunda vəzifədir. Amma sən dünya adlı yerdəsənsə, zatən problemdəsən, zatən. Dünya zatən problemdir insan üçün. Çünki uyğunsuzdur sənə. Uyğunsuzdur və bu sənə əziyyət verəcək, zatən əziyyət verəcək. Məsələ bundadır ki, bu zati əziyyəti səbrlə şirinliyə çevirməlisən. Bunun üçün dünyaya gəlmirsən. Sən gəlmirsən ki, bütün pis hadisələr ki, sənin xoşuna gəlmir, səbrlə onları ləzzətlə çevirəsən, ləzzət alasan, sonra dünyada ləzzət alanlara Allah cənnətdə də ləzzət verir. Amma yox, səbirsizlik eləyib, problem sənə ağrı, acı yaşadacaq, qaşqabaqlı, acın, dünyada narahat yaşayacaqsansa, axirətdə də cəhənnəmə gedəcəksən. Dünyovu cəhənnəm elədinsə, axirətində cəhənnəmdir. Dünyovu cənnət elədinsə, cənnət şad yaşayanlarındır, şadlığın qədrini bilənlərindir. Cəhənnəm acı yaşayanlarındır. Şad yaşayan o adam deyil ki, problemsizdir. Problemləri səbrlə ləzzətə çevirənlər, şadlığa çevirənlər. Problemləri, sıxıntıları, çətinlikləri, xoşa gəlməz hadisələri. Bilmirəm, hiss eləyirəm ki, tam elə fikrimdəkini aça bilmirəm, get-gedə inşallah aydın olar. İmam Sadiq əleyhissalamın hədisinin davamını deyirəm. Və səbru yəddəihi kullu əhəd. Buyurur ki, səbr elə bir şeydir ki, hamı iddia edir ki, mən səbirliyəm. Ay yox, mən səbr edirəm, mən böyük adamım, hələ dözürəm filan şeyə. Çox adam deyir, bunu deməsə də içində belə düşünür. Səbr elədim deyir, deməyindən görünür, nəsə səbr elədim. Səbr elədim mən. Bunu deməyindən belə görünür. İçində o əjdahalar bəsləyirsən, güc yığırlar, buna səbr demirlər. Dua edirəm İmam Hüseyin məclisində, ilahi problemlərimizi azalt. İlahi problemlər qarşılığında səbrimizi artır. Bu ikisini dua eləyin həmişə. Mütləq bunu dua eləyin. İmam Sadiq əleyhissalam buyurur ki, hamı iddia eləyir ki, mən səbirliyəm. Və mə yəsbutu indəhu illəl muxbitun. Deyir, amma kimlər təsdiq eləyir ki, səbirlidirlər? Muxbitun. Muxbitun sözü qalsın yadınızda. Muxbitlər. Muxbitlər sübut eləyirlər ki, onlar doğrudan da səbirlidirlər. Muxbitlər kimdir deyəcəm söhbətin axırında. İddia edənlər çoxdur ki, mən səbirliyəm. Muxbitlər isə sübut eləyirlər. Onlar kimdir? Quran ayəsi ilə şərh eləyəcəm. Çoxu güya səbirlidir, amma əslində səbri yoxdur. Çünki nuru artmır onların. Bir qurtum səbirdən içəndə, səbir bir söz nədir? Səbir o ləzzətli bir şey olar desən. İçirsən desən, səhərinləndin. Bax, səbir belə bir şeydir. Səbir bir qurtum içəndə gözündə məstliyi hiss olunmalıdır. Ariflərin bütün irfani, meyxana haqqında qəzəlləri səbrin nəticəsində yaranır. Səbri vəsf eləyirlər. Səbri qurtum içirsən və sənə keyf verir, mənəvi məstliyi gətirir. Səbir buna deyilir. Ondan başqa hər cür dözmək varsa, adını nə qoyursan qoy, səbir deyil. Səbir sənə dərhal məstliyi gətirməlidir, müsbət məstliyə. Ayıqlıq, bəsirət, ləzzət, gözün xumar olmalıdır səbirdən. Səbri qurtum içməlisən. Hədisin davamını deyim. Vəl cəzəu yunkiruhu kullu əhəd. Deyir, dözümsüzlüyü də heç kəs özünə sığışdırmır. Deyir, mən dözümsüz adam deyiləm. Mən dözümlü adamam. Və huvə əbyənu aləl münafiqin. Deyir, amma səbirsizlik münafiqlərdə qaçılmazdır. Muxbitlər mütləq səbr eləyir. Münafiqlər isə səbirsizdirlər. Demir, hər səbr eləməyən münafiqdir. Zəif möminlər də səbr eləmir bəzən. Amma münafiq 100% sıxıntıda özünü göstərəcək. Mütləq, gizlədə bilməyəcək. Münafiq səbr eləmir, edirsə də daha da qaralır ruhu. Müxbitlər isə ancaq deyir onlar bacarır. Müxbitlər. Müxbit kimdir deyəcəm.
Münafiqi bilir hamı. 200'də adam. İmansız olub imanlı görsənən adam. Buna münafiq deyirlər. Bir də deyirəm, hər səbir eləməyən münafiq deyil. Amma çox səbirsizlik elədikcə yavaş-yavaş ola bilər gedib qoşulasan onların cərgəsinə. Münafiqlərdən olasan. Çox səbir eləməsin. Ondan sonra buyurur ki, لِأَنَّ نُزُولَ الْمِحْنَةِ وَالْمُصِيبَةِ مُخْبِرٌ عَنِ الصَّادِقِ وَالْكَاذِبِ. Deyir ki, ona görə ki, müsibət və çətinlik xəbər verir ki, kim doğrucudur, kim yalancı. Hamı iddiaçıdır. Hamı dindardır. İddia haçan bilinsin, axı. Haçan ayrılsın pis yaxşıdan. Deyir ki, səbir zaman, müsibət, çətinlik, sıxıntı, problem bu səni ayırır da bu sənin kimliyi ortaya qoyur. Oturanda sən belə deyəsən ki, Allaha qurban olum, bu Allaha qurban olum. Harada bilinir ki, doğru deyə yox. Deyir ki, onu sınamağın bir yolu var ki, xoşa gəlməz hadisələr üzə çıxardır ki, sən kimsən? Düz deyirsən, ya yalan deyirsən. Xoşa gəlməz hadisələri ağışu alasan gərək. Ki, sən çox sağ ol, gəlmirsən, mən sənin vasitəndən meyraz eləməliyəm. Və sənin vasitəndən özümü tanımalıyam ki, mən nə qədərəm, çəkim, tutumum nə qədərdir. Harada bilinir? Səbr eləsən, doğrucusan, ləzzət alsan çətinlikdən. Yox, istiraba düşsən, hədis deyə bunlar hamısı, hədisi daha ərəbcəsini oxumuram, hədisi tərcüməsini oxuyuram. Deyir ki, əlamət budur. Xoşa gəlməz hadisə gəldi, qulaq asın. Əlamətlər, halsızlıq, narahatlıq, qəzəb, ibadətə şövqün azalmağı, münacat ləzzətinin azalmağı, bunların hamısı onu göstərir ki, sən bu hadisəyə səbr eləmirsən. Sakit deyən sonda belə. Hətta deyəsən, ged Allaha dua elə, əsəbləşir o sözdə. Hansı vəziyyətdə halın xarab oldusa, bil ki, sən düz halda deyilsən. Muxbitlər kimlərdir ki, onları hadisələr acı yaşırın hamısı sevindirir. Acı hadisəyə də səbr eləyir, şirin hadisəyə də. Şirin hadisənin də səbri var, Niyə deyir, şad gününüzdə də qəbristana gedin, qəmli gününüzdə də. Çünki, bilirsiniz, bir dənə yaxşı hadisə olur, səbirlə gələcək ol, deyəsən ki, yekə kişisən, çox özündən çıxma. Yadınızdadır, mən həmmam xutbəsində demişdim, yersiz istənilən sevinç, yersiz, mütləq qəm gətirəcək. O ki, yersiz çox sevindin ha, ki, bu qədər lazım deyildi, onda səbir odur ki, tənzimləyəsən gərək. Sevincimin mənbəyini aparıb yuxarı bağlayasan sözün qısası. Hadisələr sənə ancaq zövq versin. Fərqi yoxdur, istədiyin hadisədir, istəmədiyin hadisədir. Meyyər budur, insan belə yaşamalıdır. İnsan belə yaşamalıdır. Hər əlhəmdülillah da səbir deyil. Yadımdadır, Ramazan ayında bunu lətifə kimi danışmışdım. Şəhid Mütəhhəri bunu yazıb kitablarının birində. Deyir ki, bir kişi qar təmizləyirdi. Gəldi birine dedi ki, qar təmizləyin, dedi, təmizlədi. Dedi, pulumu ver, nahar vaxtı cibimdə pulu yoxdur. Pulumu əvvəlcədən ver, mən gedim, naharımı alım, yiyeyim, sonra işləyim də. Deyir, gələndə pulu aldı, atdı cibinə, getdi, dükana yaxınlaşdı, əlini atdı, gördü ki, cibi yırtıq olub, pul düşüb gedib, qarın içində də tapa da bilmir. Gəldi, deyir, əl ətəyindən uzun, yeməyib heçdən ac. Elhamdülillah dedi. O ev sahibi dedi ki, yemək də yemədin, elhamdülillah da dedin. Dedi, o elhamdülillahda nə ki sözüm vardı ona dedim. O elhamdülillahdan sözümün hamısını ürəyimdəkini dedim. Elə də elhamdülillah dedim ki, belə. Bizim elhamdülillahlarımız, səbrimiz buna oxşuyur. Hansısa mülahizələrə görə səbr eləyirik. Səbr Allaha bağlanmalıdır. Səbir təslimiyyət deyil, acizlik deyil, səbir qüdrətdir. Başvura qapaz vursunlar, səbir elədən danışmıram, mən, birdən kimsə səhv salar. Hadisələrin, hətta islah uğrunda çalışan zaman da sən səbir elə-elə o hadisələri düzəltməyə çalışmalısan.
Bəzi xoşa gəlməz hadisələr var ki, o səndən asılı deyil, heç dəyişə də bilməzsən. Bu biraz kompleks məsələdir. Problemlər, sıxıntılar bunun üçündür ki, səbrlə onları ləzzətə çevirib böyüyəsən. Cənnətə də ləzzətin daha da artsın. Kim bunu bacarır? Quran buyurur, hədis buyurur ki, müxbitlər, İmam Sadiq əleyhissalam buyurur. İcazə verin ayəsini oxuyum. Müxbitlər kimlərdir ki, görək biz necəyik. Həcc surəsində və likulli ummətin cəalna mənsəkən. Həcdən danışır, deyir, biz bütün ümmətlər üçün qaydalar müəyyən elədik. Ondan sonra buyurur ki, فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ. Buyurur ki, Allah'ız vahid olan Allah'dır, ona təslim olun və müxbitlərə müjdə ver. Müxbitlərə müjdə ver. Müxbitlər, yəni birinci budur ki, Allah'a təslim olanlar, səbrlə nə əlaqəsi müxbitliyin? Dalıca deyir, Əllədinə izə, müxbitlər və kimlərdir? Kim ki hadisəni gözəl qarşıdır, onlar kimlərdir? Əllədinə izə zəkərullah vəcilət qulubuhum. Bu birinci xüsusiyyətləridir. Səbirlərinin qaynağı bax budur. Deyir o kəslər ki, Allahın adı çəkiləndə onların yanında ürəkləri titriyir. Ürəkləri əsir. Və sabirin alə mə əsabəhum. Görürsünüz, sonra gətirir səbri. Deyir, və başına gələn şeylərə səbr edirlər. Və muqimis sala və namazı bərpa edirlər. Yenə də gətirdi səbri namazdan əvvələ. Bu səbrin qaynağı müxbitləri açdıqda kimdir? Kimdir? Nədir? Deyir, səbrin qaynağı budur ki, Allahın adı çəkiləndə ürəkləri titriyir. Allah yad olunanda. Qorxu mənasında yox, əzəməti hiss eləyir. Ürəyi vəcdə gəlir. Allahın böyüklüyü onun qəlbinə nüfuz eləyir. Allah adı gəldisə, hər şey unudur. Adamın qəlbi Allahı yad eləyəndə titrəsə, o zaman heç nə onu qəmləndirməz. Mən bir şeydən qorxuram bunu danışa ki, sözüm qeyri-praktiki görsənər. Deyək ki, elə bilirik də bunun hamı ki, qəlbin titrəsə. Biraz səbr eləyin, bu xəstəlik imkan versə, məscidlərdə inşallah məclislər davam eləyəcək. İnşallah gələn günlər də var da, 5 günümüz də var. Mən yavaş-yavaş o mexanizmləri deyərəm. Amma hələ ki, bəyan edirəm, axı gərək deyim də ki, Allah nə əlamət deyib. Deyir, o kəslər ki, Allahın adı çəkiləndə ürəkləri titriyir, onlar səbr eləyə bilir. Onlar səbr eləyə bilir. Kim ki, Allah üçün qəlbi titrəsə, o insanı qəm titrətməyəcək. Heç bir problem titrətməyəcək. Hər şeyi kiçik görəcək, ya heç görməyəcək. Deməli, hər dəfə əsəbləşəndə özvə denən ki, Allahı saymırsan. Hər dəfə qəmlənəndə denən ki, Allahı saymırsan. Allahı mühüm görən heç nəyə qəzəblənmir. Allahı mühüm görən, Allahla fikri məşğul olan heç nəyə qəmlənmir. İnanırsınız belədir. Necə eləyək Allahı mühüm görək? Və dərdi odur ki, indi onu mən danışıb, mən yazıq izah eləməliyəm. Özdə biri var ki, biri dadıb danışır, bir də var biri mənim kimisi. Düşünüb, fikirləşib, oxuyub danışır. Onda işi lap çətin olur. Allah çəkinəcək, qorxulu bir şey deyil. Sevgidə bir xof var. Sevgidə bir xof var. Qəlbin nurlandırır o xof. Psixologlar deyir ki, idmançıların məşqçisi bir qədər, yəni ondan çəkinsələr keyfiyyətdə oynayacaqlar. Məşqçidən biraz çəkinmək lazımdır. Allahdan çəkinmək xüsusiyyəti var. Əli əleyhissalam namaza gedir, rəngi ağabbaq. Deyirlər, niyə narahatsın? Deyir, vay olsun sizə, bilmirsiniz ki, kimin hüzuruna gedirəm? Əzəmətdə Allahın. Bunun mexanizmi nədir? Deyəcəm də inşallah. Əmmə mən xafə məqamə Rəbbihi. Kim Allahın məqamından çəkinsə, ürəyində bir çəkinəcək olsa, bir qorxusa da Allah qorxunun pozitiv mənasıdır bu.
kim Allahın məqamından çəkinsə, ondan sonra buyurur və nəhən nəfsə anil həva və nəfsini istəklərdən saxlasa. Deməli, bu xof gəlir ki, nəfsi istəklərdən saxlamaq. Yerdə səbirdir mövzu. Nəfsi istəklərindən saxlasa, deməli, kim Allahı əzəmətli görsə, ondan çəkinsə, qəlbi onunla titrəsə, o zaman gücü çatacaq ki, nəfsin istəklərinə yox desin. Çünki əhəmiyyətsiz görəcək. Fikir Allahla məşğul olan. Ondan sonra deyir ki, فَاِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Bunların yeridir cənnət. Cənnət bunların yeridir. Bu adamların halı belədir. Bax, sevir Allahı. İstəyir ona tərəf getsin, bu yandan da bir addım atır, çəkinir. Gedir, çəkinir. Bax, ruhunun halı belədir. Və bu ləzzətli haldır. Sevgiyə xof qarışır. Allahı sevirəm də, xaloğlu kimi sevmək olmaz Allahı, əmoğlu kimi. Gedim, biraz da söhbət edeyim, ona yox. Sevirəm, amma içimdə bilirəm ki, çox əzəmətlidir, əzəməti məni basır. Sevgisi cəzb eləyir. Olur ya, həyatımızda böyük adamlar var, yanına getmək istəyirik. Sevirik axı onu. Amma eyni zamanda bir übuhəti də var. Ürəklə getməyimizə imkan vermir. Həm şövqə aparır bizi, həm bir çəkinəcək var. Bax, Allahla münasibət bu şəkildə qurulmalıdır, belə olmalıdır. Bunun ilk yolunu deyim və sözümü tamamlayayım. Keçək bugün Həzrət Zeynəbdən danışaq, sonra da Seyid oxuyar inşallah.